Həm dənizə yaxın, həm də balaca sotda şirin bağ evi axtarırsınızsa bu videoya yaxşı baxın. Bu gün mən sizlərə Şuvalanda 2 sotda hazır giryaşa bir bağ evi haqqında danışacağam ki, daxilində hər bir şey vardır. Bizim 5 metr uzunluğu, 3 metr enində hovuzumuz, hansı ki belə bir maraqlı, dekorativ, şəlalə effekti də quraşdırılmışdır. Həyətdə gördüyünüz kimi səliqəlidir. İstər dekorativ ağaclar, şam ağaclar, güllər olsun. Həyətdə düşünülmüş, yəni baxın, kombi otağına qədər təhlükəsizlikdən tutmuş hər bir şeyə rahatçılıq da düşünülmüşdür ki, jalüz açılı avtomobiliniz girdi. Yəni 2 sotda, 100 kvadratda tapa biləcəyiniz ən ideal evlərdən biridir. Və evin giriş hissəsindən də gördüyünüz kimi burada qəşəng dekorlar asılıb. Hovuzumuzun motoru buradadır. Evimizin arxa hissəsinə keçid də vardır. Və onu bildirim ki, bunun yanında yəni bu tip evlər var, eyni proyektlə. Yəni bəziləri satılıb, bəziləri qalıb. Buradan evə də rahat keçə bilərsiniz və yaxud da elə əsas girişdən də evin daxilini indi göstərəcəm sizlərə. Evimizin daxili də çölü qədər həqiqətən şirin, uyğundur. Bura bizim qonaq otağımız, mətbəximiz, görürsünüz ki, mebellər də yığılmışdır. Və yataq otaqları 3 ədəddir. Yəni ümumi 4 otaqlı evimiz giryaşa. Yəni mebelini gətir, giryaşa. Bu qiymətə belə bir ərazidə, həm də görürsünüz ki, sanuzəllərdə boldur, evimizdə tam hazırdır. Tapmaq çox çətindir. Onu bildirim ki, kim tez tərpənsə, bu ev onun olacaq. Tam şəkildə idealdır.